Salam aleyküm. Demək, metan verib, oksigen verib, ümumən 4 moldur. Buna x yazaram, buna da 4 minus x yazaram. Orta molekül kütləni tapıram. 16x üstə gəlinsin 128 çıxılsın 32x bölünsün 4. Bu da neçə eləyəcək? 128 çıxılsın 16x bölü 4. İndi x mol metan 4 minus x mol oksigenə 2 mol oksigen əlavə edirik. Orta moleküllə 1,2 dəfə artır. Yəni 128 minus 16x bölü 4 idi. Olur 1,2 vur. 128 çıx 16x bölü 4. Hansı ki təzə moleküllə 16x üstə gəlinsin. Yenə 128 çıxılsın 32x üstə gəlinsin 64, aşağıda bunların cəmi 6. Burada bununla bu gedir ixtisara, burada qalır 1,5, 1,5 vurulur 1,2-yə, eləyir 1,8, 128 çıx 16x bərabərdir. Yuxarıda 192 çıxılsın 16x-a. X də buradan bərabərdir 3-ə. Demək, ilkin qarışıqda metan 3, oksigen 1 moluymuş. Bu da deməli deyir ki, oksigenin ilkin qatı kütlə payını tapır. Deməli, bu 48 qram eləyir. Bu da deməli 32 qram eləyir. Ümumən bunların cəmi 80 qram eləyir. 32 də 80-in 32 bölü 80 vur 100 40%-ni təşkil edəcəkdir.